Azərbaycan-İtaliya münasibətlərinin dinamik inkişafı, xüsusilə enerji sahəsində əlaqələr Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin bu ölkəyə sayca 7-ci səfəri ölkələrimiz arasında münasibətlərin daha üst mərhələyə keçidində müstəsna rol oynayacaq. İtaliya Prezidenti Sergio Mattarella'nın rəsmi dəvəti ilə baş tutan səfər bir çox sahədə əməkdaşlığın genişləndirilməsinə hesablanıb. Son illər Azərbaycan-İtaliya münasibətlərində dinamiklik müşahidə olunur. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya işgüzar səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə həm də Avropa İttifaqına üzv olan bu dövlətin Azərbaycanın vacib siyasi, iqtisadi və ticarət tərəfdaşı olduğuna işarə idi. Bu dəfəki səfər də həmin bəyannamədən irəli gələn bir sıra məsələlərə dair əməkdaşlığın gücləndirilməsini özündə ehtiva edir. İtaliya iki tərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı çox tərəfli sferada da rəsmi Bakının sıx əməkdaşlıq etdiyi ölkədir. Bunun əyani sübutu İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə və NATO ilə qurduğu əməkdaşlığın güclənməsinə fəal dəstək verən ölkə olmasıdır. İtaliya Azərbaycanın ən etibarlı tərəfdaşıdır, bir nömrəli tərəfdaşıdır və xüsusən bu siyasi, iqtisadi və ticarət sahələrində özünü biruzə verir. Eyni zamanda İtaliya Azərbaycanla Avropa İttifaqı arasında, eləcə də Azərbaycanla NATO arasında münasibətlərin daha da möhkəmlənməsi istiqamətində mühüm rol oynayır. Heç şübhəsiz enerji sahəsində Azərbaycan-İtaliya münasibətləri ən yüksək səviyyədədir. Bir müddət əvvəl İtaliyada siyasi böhran baş nazir Mario Draghi'nin istefası ilə nəticələnib. Beləcə, hazırda ölkəni Draghi'nin rəhbəri olduğu müvəqqəti hökumət idarə edir. Ölkədəki ənənəyə əsasən müvəqqəti hökumət dövründə İtaliyaya xarici səfər baş tutmur və əcnəbi heyətlərlə görüşlər keçirilmir. Hökumətin məhdud çərçivədə fəaliyyətinə baxmayaraq, Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliyanın Azərbaycanın dövlət başçısına və ölkəmizə strateji münasibətlərdə verdiyi böyük önəmin göstəricisidir. Prezident İlham Əliyevin bundan öncəki səfəri zamanı 28 sənədin imzalanması, xüsusilə imzalanma mərasimində bilavasitə o vaxtki baş nazir Giuseppe Conte'nin iştirak etməsi bu sənədin siyasi yükünü göstərir. İmzalanmış sənədlər arasında iqtisadi ticarət sahəsi xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında ticarət dövriyyəsinin cari ildə 11 milyard dollardan çox olması, enerji sahəsində ölkəmizin İtaliyanın əsas təchizatçısı rolu oynamasını, həm də Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən labüd faktordur. 2022-ci ilin geridə qalan aylarında bütövlükdə 2021-ci ilin ümumi göstəricisindən daha çoxdur. Bu da təbii ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsindən xəbər verir. Eyni zamanda nəzərə alsaq ki, İtaliya Azərbaycanın enerji sahəsində ən böyük tərəfdaşıdır. Hazırda Azərbaycanda 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Transadriatik boru kəməri vasitəsilə İtaliyanın qaz tələbatının 10%-ni Azərbaycan qarşılayır. Gələcəkdə bu rəqəmin 2 dəfəyədək artırılması nəzərdə tutulub. Böyük yeddiliyin üzvü olan İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Bakı ilə Roma arasında münasibətlər siyasi və iqtisadi məsələlərlə yekunlaşmır. Mədəniyyət və humanitar sferada da Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir. Xüsusilə birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bir neçə ay öncə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması, 2020-ci ilin İtaliyada Azərbaycan mədəniyyət ili elan olunması və nəhayət son səfərdə Azərbaycan mədəniyyət evinin açılışı Bakı-Roma münasibətlərinin bir çox sahəni əhatə etdiyinin daha bir nümunəsidir. Rüstəm Mikayılzadə, Rövşən İlyasov, ASTV Xəbər.